bilirik ki, Misir dünyanın ən qədim dövlətlərindən biri olmuşdur. Düzdür? Və Misirin ərazisini bizdən soruşsa, deyəcək Misir Afrika qitəsində yerləşir. Afrika qitəsinin şimal-şərq hissəsində və dünyanın ən uzun çayı olan Nil çayı axır ərazisindən. Misir hansı qitədə yerləşir? Afrika qitəsində. Gəlin Misirin yaranmasından danışaq. Hələ Misirdə vahid dövlət olmazdan əvvəl Misirdə 40-a yaxın balaca nomlar var idi. Nom nə deməkdir? Vilayət, dövlət deməkdir. Yəni Misirin ərazisində 40-dan çox balaca dövlətlər var idi. Və bu dövlətlər də otlaq sahələri uğrunda, yəni yeni torpaqlar uğrunda bir-biri ilə nə edirdilər? Daim mübarizə aparırdılar. Elə bu mübarizə nəticəsində o böyük nomlar, böyük dövlətlər balaca nomları, balaca dövlətləri özlərindən asılı hala saldılar və beləliklə eradan əvvəl 4-cü minilliyin ikinci yarısında Misirdə nə yarandı? Yuxarı və aşağı Misir padşahlıqları yarandı. Və yuxarı və aşağı Misir padşahlıqları da başladılar Misiri vahid halda birləşdirmək üçün nə etməyə? Mübarizə aparmağa, vahid dövlət yaratmaq üçün mübarizə aparmağa. Bu mübarizə nəticəsində eradan əvvəl 4-cü minilliyin sonlarında yuxarı Misir, baxın yuxarı Misir qalib gələrək vahid Misir dövlətinin əsasını qoydu. Deməli, vahid Misir dövləti haçan yaranır? Eradan əvvəl 4-cü minilliyin sonunda. Kim yaradır vahid Misir dövlətini? Yuxarı Misir. Vahid Misir dövlətinin birinci paytaxtı Memfis, ikinci paytaxtı isə Fif şəhəri olacaq. Eradan əvvəl 2-ci minillikdə paytaxt Fivə köçürüləcək. Deməli, birinci yaranır nomlar, daha sonra yuxarı və aşağı Misir, daha sonra isə vahid Misir dövləti. Bu ardıcılığı əzbər bilin. Xronoloji ardıcılıqlarda sizdən soruşar. Gələk Misirin idarəçiliyinə. Misir təbii ki də quldarlıq quruluşunda yaranıb. Ona görə quldar monarxiya dövlətdir. Monarxiya nə deməkdir? Bunu qeyd kimi kitabınıza yazın. Monarxiyada hakimiyyət irsən keçir və bütün hakimiyyət kimin əlində olur? Hökmdarın əlində olur. Deməli, monarxiya nə oldu? Hakimiyyət irsən keçir və bütün hakimiyyət hökmdarın əlində cəmləşir. Deməli, Misir dövlətini təbii ki də məşhur fironlar idarə edirdi. Fironlar qeyri-məhdud hakimiyyətə malik idi. Bu əzbər. Məsələn, sizi çaşdırmaq üçün deyir ki, firon məhdud hakimiyyətə malik olub. Yox. Hökmdar qeyri-məhdud hakimiyyətə malik olur. Yəni ki, ona heç bir şey məhdudlaşdırılmır. Yaxşı. Daha sonra həmçinin firon ordunun baş komandanı idi. Müasir dövrümüzlə götüründə. Baxın, müasir dövrdə də prezident həmçinin Azərbaycanda nədir? Ali baş komandandır. Baxın, Misirdə də qədim dövrdə hökmdar həmçinin ordunun baş komandanı idi. Firon hakimiyyəti irsən keçirdi atadan oğula. Daha sonra insanlar Fironu yer üzərində tanrını, insanlar hesab edirdilər ki, güya bu fironlar tanrı tərəfindən göndərilib yer üzünə, insanları idarə etmək üçün. Deməli, amma sizə belə bir sual verir çaşdırmaq üçün. Deyir ki, Firon Misirdə baş tanrı idi. Yox, Firon Misirdə baş tanrı olmayıb. Sadəcə tanrı tərəfindən göndərilən bir şəxs olub. Yaxşı, yəni insanlar inanırdılar. Baş tanrı Misirdə Amondur. Bunu yadda saxlayın. Daha sonra Fironu Günəş oğlu adlandırırdılar. Fironun adından quruculuq işləri, inşaat işləri görülürdü. Sonra gəldik Çatiyə. Çati kim idi? Firon ən yaxın köməkçisi idi və ən ali məmuru idi. Firon ən yaxın adamlarından təyin oldu. Məsələn, oğlanlarından, qardaşlarından təyin olunurdu. Hansı işlərə baxırdı? Çati. Bu əzbər. Kimin kitabı köhnədirsə, bu yoxdursa, bu dediyimi yazsın kitabına. Dərsdə soruşacağam. Baxın, Çati dəftərxana işlərinə baxırdı, xəzinə işlərinə baxırdı, təsərrüfat və məhkəmə işləri. Baxın, bu 4 dənə iş Çatinin əlində olub. Dəftərxana, xəzinə, məhkəmə, təsərrüfat. Bəzən sizi çaşdırmaq üçün deyir ki, Misirdə Çati ordunun baş komandanı idi. Xeyr, indi də deyir. Ordunun baş komandanı kim olub? Firon olub. Daha sonra kahinlər var idi. Kim idi kahinlər? Din işlərə baxırdı. Bütün dövlətlərdə demək olar ki, dini işlərə kahinlər baxır. Çatidən başqa məmurlar da var idi burada. Bu məmurlar hansı işlərə baxırdılar? Əkin sahələrini ölçüb biçirdilər, vergi toplayırdılar, hüquqi məsələlər, ordu ilə bağlı məsələlərə baxırdılar. Amma hərbi məsələ desə, hərbi məsələ Fironun əlindədir. Yaxşı, yəni ordunun baş komandanı Firondur. Bunlar sadəcə orduda nə əksiydi, nə var, nə yoxdur, bax həmin işlərə baxırdılar. Sonra Misirdə əhali 5 təbəqəyə bölünürdü. Təbii ki də həmişə birinci təbəqədə kimlər olur? Varlılar, yəni məmurlar. İkinci təbəqədə din xadimləri, kahinlər. 3-də kəndli, 4-də sənətkarla tacir. Ən sonda da adam yerinə qoyulmayan kim idi? Təbii ki də qullar idi. Qullar da Misirdə nə adlanırdı? Əzbər, canlı ölülər. Yaxşı. Misirin yaranması dediyi vahid Misir dövlətinin yaranması eradan əvvəl 4-cü minilliyin sonlarındaydı. Vahid Misir dövlətinin ən qüdrətli dövrü isə eradan əvvəl 2-ci minillik idi.
Artıq eradan əvvəl 2-ci minillikdə Misir ordu islahat keçirmişdi. Misir dövləti vahid ordu, qəşəng ordu yaratmışdı. Təbii ki də Misir ordu yaradıbsa, hər hansısa bir dövlət vahid ordu yaradıbsa, nə edəcək? İşğalçı müharibələr aparacaq. Elə Misirin dövründə də, Misirin ən qüdrətli dövründə də 2-ci minillikdə işğalçı müharibələr başlayır. Eradan əvvəl 2-ci minillikdə biz hansı fironları görürük? 1-ci Tutmos, 3-cü Totmos, 2-ci Ramzes. Baxın, bunların hər üçü neçənci minillikdə yaşayıb? 2-ci minillikdə. Bunu kitabınıza qeyd edin. Yəni, bu fironlara aid nə hadisə görsünüz, 2-ci minillik deyəcəksiniz. Deməli, 1-ci Tutmos nə edib? Asiya qitəsində işğalçı yürüşlər edib. Sonra Suriyanı, Fələstini və Nubiya şəhərlərini, ölkələrini özünə birləşdirib və Misirin sərhədləri ilk dəfə olaraq 1-ci Tutmosun dövründə Fərat çayına qədər uzanıb. Hansı sərhədləri? Şimal sərhədləri. Məsələn, çaşdırmaq üçün siz yazar cənub sərhədləri, qərb sərhədləri yox. Misirin şimal sərhədləri ilk dəfə 1-ci Tutmosun dövründə Fərat çayına qədər uzanıb. Sonra hakimiyyətə gəlib 3-cü Tutmos. 3-cü Tutmos da eyni babası 1-ci Tutmos kimi Suriyanı tutub, Fələstini tutub, amma babasından fərqli olaraq bir daha haranı tutub? Bu Finikiyanı tutub. Yəni, bu da Asiya qitəsində işğalçı müharibələr aparıb. Çünki Suriya, Fələstin, Finikiya Asiya qitəsində yerləşir. Daha sonra 3-cü Tutmos Fələstini tutandan sonra, Suriyanı tutandan sonra burada nə yaradır? Canişinlik sistemi yaradır. Canişin nə deməkdir? Vilayətləri idarə edən şəxsdir. Vilayətləri idarə edən şəxs idi. Yəni ki, 3-cü Tutmos bu Fələstinlə Suriyanı tutandan sonra bura öz canişinlərini, yəni öz adamlarını yerləşdirir ki, həmin əraziləri idarə etsin. Deməli, sonra gəlirik Misirin ən qüdrətli hökmdarı olan 2-ci Ramzesə. 2-ci Ramzesin dövründə Afrikada Misirə qarşı üsyanlar baş vermişdi. Bu üsyanlar yatırılır. Üsyan nə deməkdir? Etirazlar, çıxışlar, dövlətə qarşı baş verən etiraz və çıxışlar idi. Daha sonra 2-ci Ramzes bu dövrdə Anadoluda, yəni Şərqi Anadoluda olan Het dövləti ilə mübarizə aparırdı. Bu mübarizənin səbəbini soruşsa bizdən, deyəcək Suriya uğrundaydı. Het dövləti deyirdi ki, Suriya mənimdir, Misir isə deyirdi, yox, mənim torpağımdır. Ona görə bunlar başladılar mübarizə aparmağa. Amma bu mübarizədə heç biri qələbə qazana bilmədi. Nə Misir qələbə qazandı, nə də ki, Het dövləti qələbə qazandı. Və bunlar arasında dünyanın ilk beynəlxalq müqaviləsi olan Kadeş müqaviləsi imzalandı. Neçənci minillikdə? 22-ci minillik və yaxud da ki, eradan əvvəl 13-cü əsrdə. Kadeş müqaviləsinin şərtləri nə idi? Baxın, Suriyanın cənubu Misirə veriləcəkdi, Suriyanın şimalı Het dövlətinə veriləcəkdi. Yəni, Suriya ərazisi iki yerə bölüşdürülmüşdü. Daha sonra Fələstin, Finikiya Misirə veriləcəkdi. Burada səhv yazmışam Suriya, burada Finikiya olacaq. Deməli, Finikiya ilə Fələstin Misirə veriləcəkdi və tərəflər bir-birinə düşmənə qarşı, başqa bir düşmənə qarşı köməklik göstərəcəkdilər. Daha sonra bu oldu Kadeş müqaviləsinin şərtləri. Nə oldu Kadeş müqaviləsinin şərtləri? Suriyanın cənubu Misirə, Suriyanın şimalı Het dövlətinə verilir, Finikiya ilə Fələstin Misirin tərkibində qalır və tərəflər bir-birinə köməklik göstərməli idilər. Bir də ki, 2-ci Ramzes ölkədə quruculuq işləri aparıb və özünün 24 metrli heykəlini Nubiya şəhərində qoydurmuşdu. Yəni, ölkədə quruculuq işləri aparmışdı. 2-ci Ramzes. Biz bayaqlar dedik ki, Misirin ən qüdrətli dövrü eramızdan əvvəl 2-ci minillikdir, düzdür. Amma artıq 2-ci minilliyin sonlarında 2-ci Ramzes vəfat edəndən sonra eradan əvvəl 1-ci minilliyin əvvəllərində Misir dövləti başlayacaq nə olmağa? Zəifləməyə, tənəzzül dövrünə qədəm qoyacaq. Misir dövlətinin zəifləmə səbəblərini sizdən soruşsa, deyəcəksiniz ki, hakimiyyət uğrunda mübarizələr hakim sülalələrin tez-tez dəyişməzdir. Çünki niyə? Fironlar hakimiyyət uğrunda mübarizə aparırdı. O deyirdi, mən gəlmək istəyirəm hakimiyyətə, bu qardaş deyirdi, yox, mən gəlmək istəyirəm, tez-tez sülalələr dəyişirdi. Ona görə də Misir dövləti yavaş-yavaş başlardı zəifləməyə. Təbii ki də bir dövlət zəifləyibsə, güclü dövlət bura nə edəcək? Hücum edəcək. Elə belə də olur. Misir dövləti zəifləyəndən sonra Əhəməni dövləti və yaxud da digər adı İran dövləti də gedir. Əhəməni dövləti eradan əvvəl 525-ci ildə Misir üzərinə hücum edir. Bu zaman Əhəməni hökmdarı 2-ci Kambiz olmuşdu. Misirlə Əhəməni arasında Pelusiya döyüşü olur bu zaman. Pelusiya döyüşü nəticəsində təbii ki də zəifləmiş Misir dövləti məğlub olur və Əhəməni dövləti qalib gələrək Misir özündən nə edir? Asılı hala salır. Deməli, sizə soruşsa ki, Misir haçan Əhəməni dövlətindən asılı hala düşüb, deyəcəksiniz ki, eradan əvvəl 525-də və bununla da Misirin müstəqilliyinə son qoyuldu. Əhəməni dövlətindən sonra isə eradan əvvəl 332-ci ildə Makedoniyalı İskəndər gəlir, yəni Makedoniya dövləti gəlir, Misiri ələ keçirdir.
Yəni bunu bir dəfəlik yadınızda saxlayın. Biz Makedoniya dövlətində keçəcəyik. İskəndərə aid nə hadisə görürsünüzsə, hamısı 4-cü əsrdə, eradan əvvəl 4-cü əsr. Məsələn, birdən yadınızdan çıxdı İskəndər Misri haçan tutub, yadınıza salın 4-cü əsrdə tutub. Yəni eradan əvvəl 332-də. Makedoniyalı İskəndərdən sonra isə Misir eradan əvvəl 30-cu ildə Roma Respublikasının tərkibinə qatılacaq. Məsələn, siz çaşdırmaq üçün bura imperiya yazar. İmperiya yazsa çıxın. Yəni respublika idi Roma Misri tutanda. Yaxşı. Bu ardıcıllıq əvvəl əzbər. Birinci Misri Əhəmən dövləti tutur, daha sonra Makedoniyalı İskəndər tutur, daha sonra isə Roma Respublikası tutur. Gəldik Misrin mədəniyyətinə. Bilirik ki, bir dövlətin ən mühüm əlamətlərindən biri onun yazısıdır. Elə Misir dövləti yarananda eradan əvvəl 4-cü minilliyin sonlarında Misirin ilk yazısı olan piktoqrafik, digər adı nədir bunun? Şəkilli yazı yarandı. Piktoqrafik yazıdan sonra isə Misirdə hieroqlif yazı yaranacaq elə 4-cü minillikdə. Daha sonra eradan əvvəl 4-cü minilliyin sonunda yenə dövlət yarananda möhürlər yaranacaq. Möhür nə idi? Sənədləri təsdiq etmək üçün olan bir şey idi. Təbii ki də bir dövlət varsa, orada hökmdar fərmanlar, sənədlər verəndə onu təsdiqləmək üçün nə lazımdır? Möhür lazımdır. Yəni dövlət yarananda möhürlər də yaranmışdı. Daha sonra Misirlilər üçbucağın, trapesiyanın, dairənin sahəsini və həcmini hesablamağı bilirdilər. Daha sonra Misirlilər onluq hesablama sistemindən istifadə edirdilər. Sonra Misirlilər ulduzlu göyün xəritəsini yaratmışlar. Məsələn, bir var bürclərin xəritəsi, bir də var ulduzlu göyün xəritəsi. Ulduzlu göyün xəritəsi deyirsə Misir götürürsünüz, bürclərin qrafikası və yaxud da ki, xəritəsi deyirsə Şumer götürürsünüz. Daha sonra Misirlilərin özlərinin təqvimləri olub. Onlar təqvimi 12 aya, 365 günə bölürdülər. Daha sonra Misirlilər bir ili 4 aydan ibarət olan 3 fəslə bölürdülər. Hansı fəsillər idi? Daşqın, əkin və məhsul yığını. Daha sonra Misirlilər günəş və ayın tutulmasının vaxtını dəqiq qabaqcadan bilirdilər. Yaxşı. Daha sonra onların günəş və su saatları var idi. Yəni günəş və su saatlarını ixtira etmişdilər. Burada sizə necə çaşdırır? Baxın, bu su saatını silir, əvəzinə yazır qum saatı. Siz qum saatı oxumusunuz Misirdə? Yox. Deməli, qum saatı görəndə bunu silin. Misirdə su və günəş saatı olub. Daha sonra bir də ki, ilk sadə cərrahi əməliyyatlar, mumyalama, bunlar da Misir tarixinə aiddir. Misirlilərin dininə gəlsək, təbii ki də o dövrdə bir çox quldar dövlətdə hansı din mövcud idi? Çox tanrılıq, birdən çox tanrıya sitayiş edirdilər. Pilusda Misirdə bütpərəstlik, yəni ki, heykəllərə sitayiş var idi. Deməli, Misirdə baş tanrı isə bayaqlarda dediyim kimi Amon olub. Yəni siz çaşdırmaq üçün Firon yazar, bu səhvdir. Baş tanrı Amondur. Və o Fironun havadarı hesab olunurdu. Memarlığına gəlsək, təbii ki də Misirin memarlığında ən məşhur nə olub? Piramidalar olub. Bunu hamımız bilirik. Ona görə də Misirini adlandırırdılar piramidalar ölkəsi. Və yaxud da ki, Misri qara torpaqda adlandırırdılar, qızıllı torpaqda adlandırırdılar. Bunları da qeyd kimi kitabınıza yazarsınız. Deməli, Misirdə ilk piramidalar, baxın, bunu sizdən soruşsam əzbər mənə deməlisiniz. Eradan əvvəl 3-cü minillikdə yaranmışdı ilk piramidalar. İlk piramida Zoserə, ən hündür piramida isə Firon Xoepsə məxsus idi. Deməli, bir də burada yazmaq yadımdan çıxıb. Bir də Misirdə sərdabələr var. Eradan əvvəl 2-ci minillikdə də sərdabələr yaranıb. Yaxşı, bunu kitabınıza qeyd edin. Deməli, 3-cü minillikdə piramidalar, 2-ci minillikdə sərdabələr. Sərdabə də nə idi? Yeraltı qəbri idi və ilk dəfə sərdabədə dəfn edilən Firon 1-ci Tutmosu idi. Yadınızdan çıxdı sərdabələrin yaranma tarixi. 1-ci Tutmozu yadınıza salın. Biz deyək ki, 1-ci Tutmos, 3-cü Tutmos, Ramzes hamısı neçənci minillikdə yaşayıb? 2-ci minillikdə. Deməli, sərdabələr daha çandır? 2-ci minillikdir. Deməli, bir də ki, Misirin memarlığında böyük Sfinks, yəni dəhşətlər atası var idi. Baxın bu. Aslan başlı, üzr istəyirəm, insan başlı aslan bədənli. Bir də ki, burada Obelix sütunu var idi. Baxın bu sütun. Uzun sütunuydu. İnsanlar inanırdılar ki, Fironların ruhu bu sütun vasitəsilə digər dünyaya, yəni o birisi dünyaya gedir.